Avropa İttifaqı ölkələrində yaşayan immiqrantların sayı 2025-ci ildə rekord həddə 64,2 milyona çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 2,1 milyon artım deməkdir. Bu barədə Berlin Regional Universitetinin Miqrasiya Tədqiqatları və Təhlili Mərkəzinin çərşənbə günü dərc etdiyi hesabatda bildirilir. Hesabata görə Almaniya Avropa İttifaqında ən böyük miqrant əhaliyə malik olan ölkədir və onların sayı təxminən 18 milyon nəfərdir. Miqrantların 72% əmək qabiliyyətli yaşdadır. İspaniyada ən sürətli artım müşahidə olunub. Krallıqdakı əcnəbilərin sayı təxminən 700 min nəfər artaraq 9,5 milyona çatıb. Hesabatın müəlliflərindən biri olan Tommaso Frattini bildirib. Almaniya həm mütləq baxımdan, həm də böyük ölçüdə əhalisinin sayına görə Avropada miqrantlar üçün əsas təyinat yeri olaraq qalır. Tədqiqat nəticəsində məlum olub ki, Avropa İttifaqı ölkələri daxilində miqrasiya axınları qeyri-bərabərdir. Lüksemburq, Malta və Kipr əhali sayına nisbətdə daha yüksək miqrasiya səviyyəsi ilə üzləşir.